insanda insaf da yaxşı bir şeydir. Şəriət ölkəsindəyəm, yəni müsəlman bir ölkədəyəm. Yəni Kuala Lumpur, Malazyadayam. Burada küçə ticarətə gedir gənclər. İnsanlar bir gecəlik, 2 saatlıq, 3 saatlıq öz bədənlərini satırlar. Hansı ki müsəlmançılıqla idarə olunur bu ölkə. Küçənin hər tərəfində içki məkanları da tapa bilirsiniz və xanımları da görə bilirsiniz ki, insanlarla pul qarşılığında bir gecə, 2 saat, 3 saat görüşüb. Əxlaqsız filmlərinin əksəriyyəti Tayland, Cənubi Koreya, Almaniyadan meydana çıxır, ərsəyə gəlir. Xristiyan, bütpərəst ölkələrindən. Bu barədə niyə danışan yoxdur? Zaten Allah Taala Qurani-Kərimdə zinanı, şərabı haram edib. Amma buna baxmayaraq, belə Bakının mərkəzində kazino, disko, bar var, şərab evləri var. Bu barədə niyə etiraz etmirsiniz, səsinizi uzatmırsınız, tələb etmirsiniz ki, bunlar bağlansın? Emin Ağalarov Nazaranda ziyarətgahın böyründə yanında Azərbaycan qızlarını pula satır. Bu barədə niyə danışmırsınız?